Hamı elə vəziyyətdə ki, dirənmiş, məcbur. Burada çox adam gəlməsi, prosta ümidsizlər ki, kimsə baxar bu məsələyə. Azgüntek SMMC-nin işçiləri 7 aydan çoxdur ki, maaşlarını ala bilmədiklərindən şikayətçidirlər. Fevralın 6-sında qurumun binası önünə toplaşıblar. Növbəti dəfə maaşlarını tələb ediblər. Bizə 8-ci ayı keçirik. Yəni ki, mühafizə işləyirəm burada, mən çıxmışıblar artıq. Yəni, zavodun artıq mənə 2248 manat borcu var. Ödəmirlər, uzadırlar vaxtı, bu gün sabah belə. Bir də insan bu boyda adamı bu vəziyyətə qoya bilərmi? Gör neçə baş ailə insandır bunlar. Bunlara nəzərə niyə almırlar ki? Narazılar deyirlər ki, gecikmələr əvvəllər də olub, amma indiki kimi uzun çəkməyib. Hazırda şirkət keçmiş işçilərinin hər birinə 1500-2500 manat arası borclu qalıb. Pullarını tələb edənlər deyirlər ki, aralarında öz xoşu ilə işdən çıxanlar da var, maaş tələb edib narazılığını dilə gətirdiklərinə görə işdən çıxarılanlar da. Lazım olan qurumlara şikayət edəndən sonra bizim işdən, avtomatik işdən çıxardılar, atdılar. Bizə deyirlər, pul yoxdur. Yalandan anladı ki, bu həftə olacaq, gələn həftə olacaq. Azgüntek SMMC fəhlələrin iddialarına mətbuatda cavab vermək istəməyib. Şirkətdən adının çəkilməsini istəməyən bir şəxs Azadlıq Radiosuna durumu belə izah edib ki, indi ölkənin hər tərəfində olduğu kimi bu şirkətdə də maliyyə problemləri yaşanır. Maaşların gecikdirilməsinin başqa bir səbəbi yoxdur. Hacı Zeynalabdin Tağıyev qəsəbəsində fəaliyyət göstərən Azgüntek SMMC 2012-ci ildən fəaliyyət göstərir. Alternativ enerji mənbəyi olan günəş panelləri istehsal edir.